Moldovanın testləri sürətli təkrar 3. Deməli, burada noun, quantifiers, article, sifət, əvəzlik, söz önü və zamanlar olacaqdır. Birinci testdə please answer. Baxırıq, answer sözü feildirsə, feil kimi işləndikdə boşluq olacaqdır, variantı. Əgər answer isim kimi işlənsəydi, məsələn, my answer olsaydı, bu zaman ondan sonra to yazacaqdıq. 2-yə gəldik, antonimin istəyir. Complicated, qarışıq, mürəkkəb deməkdir. Deməli, asan B variantı onun antonimi olacaq. 3-də of veribdir. Of-dan əvvəl university gəlibdir. At the University of Oxford the article olacaqdır. In the future olacaq cavabım A variantı. In the past, in the future the article ilə işlənəcəkdir. 4-də dən gördüm. Müqayisə dərəcəsi er ya da more lazımdır. B, D, E variantı getdi. A və C variantı qaldı. Boşluqdan sonra bağlayıcı gəlib sayılan tək yoxdur ki, E article verim. Cavab olacaq A variantı. 5-ə baxıram, nöqtələrdən sonra chairs cəm isim gəlibdir. A little olmaz, 4-ləri çıxıram. Daha sonra very few. Demək, mənə tərcümə lazımdır, çünki hər biri cəmlə işlənir. There were chairs in the room, so some people had to stand. Yəni, ayaq üstə qalmalı oldular. Demək ki, çox az stul var imiş. Çox az mənasında, mənfi mənada işlənən few, bəli, bir də very few olacaqdır. Biz bilirik ki, few və a little, yəni qarşısında article olmadan nota bərabərdir. Few bərabərdir not. Yəni, yoxa bərabərdir. Stul demək olar ki, az imiş, yetərincə deyilmiş. Ona görə də bir neçə nəfər ayaq üstə qalmalı oldu. 1-2 E variantı. 4-də listen'dan sonra to gələcəkdir. D variantı. 7-də zamandır. Twice a day, həftədə 2 dəfə, gündə 2 dəfə hərəkət təkrarlanır. Gündə 2 dəfə hərəkət təkrarlanır. Təkrarlanan hərəkətlər sadə indiki zaman. İndiki zaman necə düzəlir? Feil sonunda SES artırmaqla ya da feil birinci forma, yəni sadəcə to-nu atmaqla. Mübtədamıza baxırıq, təkdədir. Tək mübtəda. He, she, it və tək mübtədalar indiki zamanda feilin sonunda SES istəyir, brushes. 8-də olacaq A variantı. 8-də zaman zərfim var. At the moment deyir. At the moment hal-hazırda göz önündə davam etməkdə olan hərəkətlər, yəni indiki davam edici zaman. Əmizar üstəgəl feil sonunda ing. 9-da my little brothers mübtədam cəmdədir. Cəm olan hər şeyin refleksivi, yəni qayıdışı olacaqdır. D variantı themselves. Ümumiyyətlə, cəm olan hər şey canlı, cansız və heyvanlar hamısı cəmdədirsə, themselves olacaqdır. Ona gəlirəm, zamandır. If-lə bağlanıbdır. Vergül var. Vergüldən sonraki hissə will gələcək zamandadır. Biz bilirik ki, gələcək zaman yeganə indiki zamanla uzlaşar. B keçmişdir, E davam edici, keçmiş davam edici, C gələcək. A qalır, D qalır. Baxıram mübtədaya, he üçüncü şəxsin təkidir. Bayaq dediyimiz kimi, he, she, it feilin sonunda indiki zamanda SES istəyir, A variantı. Sonra 11-ci testdə stay gəlibdir. Stay at a small hotel A variantı olacaqdır. 12-də yəliyə baxırıq. D article gəlib, bütöv ailədir. S apostrof olmalıydı. Birlərim səhvdir. A, B, E variantı getdi. Mr. Mrs. bir nəfərdir. Apostrof S olmalıydı. 2-də getdi. Qaldı 3-4 C variantı. 13-də don't inkarlıq gördüm. İnkar üstəgəl ikinci bir inkar olmaz. B variantı getdi. İnkar üstəgəl some və some'ın törəmələri olmaz. Qaldıq C və D-nin arasında. Any'dən sonra isim lazımdır. Amma anythingdən sonra baxın, think əşya var, isim var. Artıq ismə ehtiyacı yoxdur. Baxıram about söz önüdür. İsim gəlməyib. Any olmaz. Qalır cavabım D variantı. 14-də while ilə bağlanıbdır cümlə. Baxıram, digər tərəf keçmiş davam edicidirsə, digər tərəf də olacaqdır keçmiş davam edici. Hərəkət paralel baş verib. While she was reading, o kitab oxuyarkən qardaşı yatırdı. Hərəkət davam edici, hər iki tərəf davam edici, paralel hərəkət. We met at the bus stop. Avtobus dayanacağında görüşdük. B variantı olacaqdır. Burada avtobus dayanacağı sözünə görə at sözünü vermişik. 16-da sofa, divan. Divanla 10 olacaqdır. Amma armchair olsaydı in olardı kreslo.